Onluq sayı sistemində verilmiş bu ifadəni ikili sayı sistemində yazdığımız zaman iştirak edən sıfırların sayı birlərin sayından nə qədər çox olacaq? İlk olaraq biz bilməliyik ki, əgər hər hansısa bir qiymət 2-nin qüvvəsi şəklində göstərilə bilirsə, misal üçün deyirik 2/3 formasında verilibsə bu onluqda, biz bunu ikiliyə keçirdiyimiz zaman qabağa bir dənə 1 atırıq, arxasına isə qüvvət qədər 0 düzəcəyik. Eyni qayda ilə biz də bu verilən misalı bu formada işləyəcəyik. İlk olaraq bizim qabağımıza çıxır 2/19. Bu o deməkdir ki, 2/19. Öndə bir dənə 1 var, arxasında isə 19 dənə sıfırımız var. Yəni, bu elə 20 rəqəmlidir. Çünki öndə bir dənə 1, arxada 19 dənə sıfır varsa 20 rəqəmli bir qiymət almış oluruq. Daha sonra deyir ki, 2/10, yəni burada da 1, arxasında 10 dənə sıfırımız var. 2 üzərində heç bir şey yoxdursa bu 2/1 deməkdir. Yəni bunu biz ikiliyə çevirdiyimiz zaman 1-0 formasında yazırıq hər birini. 1 isə elə olduğu kimi də qalır. Biz bunların hamısını bir yerdə cəmləsək, mərtəbə sayıları fərqli olduğu üçün bizim ümumilikdə 4 dənə birimiz almış olacaq. Çünki bir dənə 1 buradadır, biri buradadır, biri burada, bir dənə də buradadır. Ümumilikdə 20 rəqəmli olduğu üçün sıfırların sayını tapanda deyəcək ki, 20 çıxılsın 4. 4 dənə birimiz vardı. Eləyəcək 16. Deməli, bizim 16 dənə sıfırımız var. 4 dənə də birimiz var. Və onların sıfırların sayının birlərin sayına nə qədər çox olduğunu soruşursa, 16-dan 4 çıxacaq. Yəni, sıfırların sayından birlərin sayına çıxacaq. Cavabımız alınacaq 12. 5 klasteri tam, 6-cı klasterin 4də 1 hissəsini tutan faylın həcmini müəyyən edin. Klasterin tutumu isə 4 kilobayta bərabərdir. Bizim 5 dənə klasterimiz tam tutulubsa, klasterin də biri 4 kilobayt isə, yəqin ki 5 vurulsun 4, 20 kilobaytlıq bir həcmimiz var. Bunu qoyuruq bir kənarda. 6-cı klasterin isə 4də 1 hissəsi. Bizim klasterimizin ölçüsü 4-dür. Onun 4də 1-i isə vurduğumuz zaman ixtisar edəcək 1 kilobayt eləyəcək. Və bunlar ikisi bir yerdən neçəyə bərabər olur? 20 üstə gəlinsin 1 bərabər olacaq 21 kilobayta. Cavab da verilib B variantı. Aşağıda verilmiş alqoritmi həll edək. Ən sonunda isə bizə C dəyişəni lazım olacaq. Baxırıq, A-nın qiyməti 25, B-nin qiyməti 20 və sual verir ki, A böyükdürmü B-dən? Birinci dəfə şərtimizi yoxlayırıq. A-mız B-dən böyükdürmü? Yəni 25 böyükdürmü 20-dən? Deyəcəyik, hə. Yəni, hə qoluna davam edəcəyik. Burada da hə qolunda bizə verir ki, A-nı hesabla. Baxırıq. A bərabərdir 25, üstə gəlinsin 2 vurulsun 20. Yəni, buradan alırıq 40, 25-in üstünə 40 gələndə alacaq 65. Sonra düşürük aşağı hissəyə, C bərabərdir 2 vurulsun. Axı, A-nın qiymətin sonuncu 65 oldu, 65, üstə gəlsin, B-nin qiyməti dəyişməyib, 20. 65'e 2'ye vurduğumuz zaman buradan alırıq 130. 130 ile de 20'ni cəmləyəndə bizə verəcək 150. 150 isə verilib A variantında. Verilmiş proqram kodu icra edilərsə A siyahısının elementləri hansı formada çap olunacaq? İlk öncə bizə verilib A siyahısının özü, dövr əsasında isə A siyahısının elementlərini biz dəyişdirəcəyik. Birdən başlayır bizim dövrümüz, Lenaya qədər davam edəcək. Yəni, burada range deyirsə, elementlərin özünü yox, onların indeksinə görə baxırıq. Lena isə sıfırdan başlamır, normal birdən başlayır. 1, 2, 3, 4, 5 formasında gedəcək. Əgər biz burada 5 almışıqsa, deməli, burada 5-in özünü götürməyəcək indeks olaraq. Bir dənə aşağı, yəni 4. Yəni, burada bizə deyir ki, indekslər olaraq 1-dən 4-ə qədər götür. Və bizim indekslərimiz 0, 1, 2, 3, 4 formasında qeyd edilib. Yəni, biz birinci elementi götürmürük, yerdə qalanları götürüb dəyişdirəcəyik bir-bir. Yəni, bizim birinci baxacağımız isə olacaq A1 bərabərdir. İ'nin yerində artıq 1 durduğu üçün 1 çıxılsın 1 A0. Üstə gəlinsin elə A-i'nin özü, yəni A1'in özü. A1'in qiyməti artıq burada dəyişib olacaq. A0'ımızın qiyməti neçədir? 1. A1'imizin qiyməti neçədir? 2.
Artıq avtomatik olaraq bizim A1-imizin qiyməti oldu 3. Yəni A siyahısını qurmağa başlasaq, birinci elementə toxunmadığımız üçün elə burada yazacağıq 1. İkinci elementimizi dəyişdirdik, yəni birinci indeksdə duran elementimiz olacaq 3. İndi dövr olduğu üçün və bütün bu bura qədər olan hissəni hesablayacağımız üçün bir-bir işləyirik bunları. Daha sonra götürürük ikinci indeksdəki elementi, yəni A2, i-ni yerində artıq burada 2 durur. Burada i-ni yerində 1 idi. Burada isə i-ni yerində 2 idi. Gətirib hesablayırıq. A2 bərabərdir A. 2 çıxılsın 1, yəni A1. Üstünə gəlinsin elə A2-nin özü. A1-in qiymətini yuxarıda biz 3 aldığımız üçün A1-in yerinə gətirib burada 3 qoyuruq. A2-miz isə elə burada da 3 idi. Cəmlədiyimiz zaman bizə verdi 6. Yəni bizim artıq ikinci indeks yerində duran qiymətimiz olacaq 6. i-nin 3 qiymətini hesablayırıq. Yəni A3-ümüzü hesablayırıq. A3 bərabərdir A2. Üstə gəlinsin elə A3-ün özü. A2-ni biz yuxarıda 6 almışdıq. A3-ümüz isə 4-ə bərabərdir. Cəmlədikdən sonra bizə verəcək 10. Yəni artıq burada oldu qiymətimiz 10. i-nin artıq sonuncu qiyməti, yəni 4-cü qiymətini hesablasaq, A4 bərabərdir A3 üstə gəlinsin A4. A3-ümüzün qiymətini 10 tapmışdıq. A4-ümüz isə 5-dir. Cəmlədiyimiz zaman biz də alırıq 15. Artıq A siyahısının yeni elementləri 1, 3, 6, 10, 15 oldu. Bu isə doğru variant olaraq verilib bizdə D variantında. Salaris BMP faylı sistem qovluğunda yerləşir. Daha sonra bu faylı həmin qovluğun daxilində yaradılmış informatika qovluğunun alt qovluğuna köçürüblər. Köçürmədən sonra faylın yerləşdirəcəyi qovluğun tam adı necə olacaq? İlk öncə baxaraq ki, bizim faylımız bu formadadır. Hər hansısa bir faylla işarələyək bunu. Bu sistem qovluğunun içərisində yerləşirmiş. Daha sonra bu fayl həmin qovluğun daxilində yaradılmış informatika qovluğuna, alt qovluğuna köçürülüb. Yəni ilk olaraq burada sistem gəlib, daha sonra info gəlib, daha sonra bunun içərisində hər hansısa bir X qovluğu olub ki, X qovluğunun içərisində yerləşdirmişik. Çünki deyir ki, əvvəl sistemdə idi. Daha sonra sistemin içindəki infonun daxilində olan alt qovluğa köçürmüşəm. Yəni hər hansısa bir X olmalıdır burada. Daha sonra bizə deyir köçürmədən sonra faylın yerləşdiyi qovluğun tam adı necə olacaq? Qovluğun tam adını soruşuruqsa, elə qovluq da daxil olmaqla bu ifadəni götürəcək. Yəni C diski olacaq bizdə ilk olaraq. Daha sonra sistem qovluğu, daha sonra içərisində informatika və onun da daxilində hər hansısa bir qovluğumuz yerləşməlidir. Bu isə verilib bizdə, diqqətlə baxsaq B variantında. C diski, sistem qovluğu, informatika qovluğu və onun daxilində hər hansısa bir qovluq. Deməli, bizim bu faylımız kurs qovluğunda yerləşirmiş. Oldu cavabımız B variantı. Elektron cədvəl fraqmenti verilib və bu cədvəl əsasən D3 xanasındakı bu düsturumuzu keçirməliyik C2 xanasına. D3 xanasındakı düsturumuz dollar B3 vurulsun 2 üstə gəl C dollar 4. Və düsturumuz isə D3-dən keçirilməlidir C2-yə. Dəyişkənliyə baxaraq ki, sütunumuz bizim bir dənə azalıb, sətrimiz də eyni qaydada bir dənə azalıb. Niyə? D-dən C-yə gələndə sütun bir dənə arxaya gedir, qayıdır. Sətrimiz də 3-dən 2-yə düşdüyü üçün bir dənə azalacaq. İndi buradan aldığımız parametrləri düstura tətbiq edəcəyik. Amma unutmayaq ki, dollar işarəsi var. Dollar işarəsi sabitlik bildirir. Xanada verilmiş sətr və sütunların qarşısında hansının qabağında dollar işarəsi varsa, bilməliyik ki, həmin o sütunla sətr düstur köçürməsi zamanı dəyişməyəcək. Tətbiq edirik. Yazırıq dollar B, çünki dollar var, öz dəyişmir. Sətrimizin qabağında dollar olmadığı üçün 3 olacaq 2, vurulsun 2, üstə gəlinsin C. C sütundur və dəyişir, qabağında dollar yoxdur. Bir dənə aşağı düşür, olur B və dollar 4 olduğu kimi qalır. B2 xanamıza baxaraq ki, B2 xanasında verilib bizə 15. 15 vurulsun 2, eləyəcək 30. Burada 2 sərbəsərdir, yəni heç bir köçürmə zamanı qiymət dəyişilmir. B4 xanasında isə bizim qiymətimiz 5-dir. Bunların hər ikisini cəmləsək 30 üstə gəl 5, eləyəcək 35.
Bu isə verilib bizə Y variantında. M sayda pikseldən ibarət qrafik təsvir verilib. İlk olaraq rəng dərinliyi 4 bit, informasiya həcminin isə 18600 bit olduğunu nəzərə alsaq, sonradan rəng çalarlarının sayı 256-ya qədər artırılarsa, təsvirin həcmi nə qədər artacaq? İlk olaraq bizə deyir ki, rəng dərinliyimiz 4 bitdir. Yəni bizim N birimiz 4 bitə bərabərdir. Daha sonra deyir ki, rəng çalarlarının sayı 256-ya qədər artırılarsa, yəni deyir ki, artıq burada N2'miz bizim 256 olub. Biz buradan kiçik N2'ni tapmaq istəsək, 208 formasında götürəcəyik. Yəni bizim artıq kiçik N2'miz olacaq 8 bit. Biz bunu tənasib vasitəsindən tapa bilərik. Necə? 4 bitdə bizim həcmimiz 18600 bitə bərabər idisə, görəsən 8 bit də neçəyə bərabər olacaq? Çarçarpaz tənasibi vurub həll edirik. Buradan x-i tapırıq. X bərabərdir 18600 vurulsun 8 bölünsün 4. Bunlar ixtisar gedir. Burada qalır 2. 18600'də 2'yə vurduğumuz zaman cavab edir 37200. Və burada bizə deyir ki, təsvirin həcmi nə qədər artmışdır. Bu zaman bizim artan qiymətimizdən normalda olan qiymətimizi çıxacağıq. Yəni 37200 çıxılsın 18600. Elə buradan eyni olaraq 18600 bit alırıq biz. Baxırıq ki, 18600 bit deyə bir cavabımız yoxdur burada. Deməli, nə etməliyik? Biz bunu bayta çevirməliyik. Bitdən də bayta keçdiyimiz zaman bilirik ki, biz bunları bölməliyik. 2/3-ə, yəni 8-ə. Buradan da cavab olaraq biz alırıq 2325 byte. Variantlar içərisində varmı? Bəli var. A variantında doğru qeyd edilib. Python dilində yaradılmış proqramda n dəyişəninin yerinə -34 daxil etsək, nəticəmiz nə olacaq? N yerinə baxırıq, input yazılan hissədə -34 aparıb yerinə yazırıq. ABS funksiyası modul funksiyasıdır. Yəni bu 34'ü buraya yazsaq müsbət çıxaracaq. Yazırıq 34. N'imizin qiyməti oldu 34. Sonra bizdən soruşur ki, if n faiz 3 nida aşarəsi bərabərdir 0. Bu deməkdir ki, həmin bu 34 qiyməti, yəni n'in qiymətini 3'ə böləndə qalıqda 0 alınmasın. Bu ifadə əslində elə bu ifadə deməkdir. Yəni bərabər deyil ki, bunu soruşur səndən və or verib. Or veribsə ikisindən biri, yəni ya bu şərt ya da ki bu şərt ödənsə bizə kifayət eləyəcək. Yəni bunu artıq iç-içə if olduğu üçün digər ifə düşə biləcək. İlk olaraq baxırıq. 34 3'ə bölünürmü ya yox? Baxırıq ki 34'ü biz 3'ə böləndə qalıqda 0 almırıq. Yəni bu şərtimiz artıq doğrudur bizim. Həmçinin də 2'yə də böləndə qalığımızda 0 ala bilirik. Yəni buradan artıq biz müsbət cavab aldığımız üçün iç-içə if olduğu üçün gəlirik ikinci ifi yoxlamağa. N'imiz 10'dan böyük bərabərdirmi? Bəli. N'imiz 99'dan kiçik bərabərdirmi? Yenə bəli. Bu da olduğu üçün artıq biz printi çap eləyə bilərik. Printimizin içərisində 0 verib. Yəni birinci print oldu 0. Daha sonra deyir ki, bu hissədə if n böyük bərabərdirmi 100'dən? 34 100'dən böyük bərabər deyil. Ona görə bura çıxış arası qoyuruq. Artıq digər şərti yoxlamağa ehtiyac yoxdur. Çünki and var ortada. And deyir ki, hər iki tərəf müsbət olmalıdır ki, mən doğru olaraq gedim print 1'i çap eləyim. Əgər birində mənfi aldınızsa, yəni şərt ödənməzsə, digərində onsuz da baxmağa ehtiyac qalmır. Onsuz da cavabımız else-yə gedir birbaşa. Ona görə bu hissənə baxmırıq. Keçirik digərini çap eləməyə. Else-sini, həmin bu ifin else-sini oldu 2. Yəni normalda cavabımız olacaq bizim neçə? 0 və 2. Bu isə verilir bizdə hansı variantda? C variantında. Sualda verilir. HTML dilində yazılmış fraqmentə əsasən doğru fikirləri müəyyən edək. Baxırıq, belə bir HTML tagləri var. Burada da verilənlərə əsasən doğru fikirləri təyin edəcəyik. Siyahının Samir adlı elementi nizamlanmış, nömrələnmiş formada verilib. Baxırıq, nömrələnmiş oldu, yəni biz buna nizamlanmış da deyə bilirik. İşarələnmiş isə yəni nizamlanmamış oldu. Siyahının Samir adlı elementi nizamlanmış, yəni nömrələnmiş formadadır. Baxırıq ki, bəli, olun içərisində verilib, nömrələnib.
Deməli, bu fikir doğrudur. Siyahının ümumi olaraq 6 elementi nizamlanmış formadadır. Yəni, Oltegin içərisindədir. İkisi buradadır. Digər Oltegin içində 4 dənə var. Ümumilikdə 6 dənə nizamlanmışımız var. Deməli, 2 də doğrudur. Siyahının Aysel və Aysiman elementləri nizamlanmış formada verilib. Aysel ilə Aysiman nizamlanmışdırmı? Xeyr. Aysel ulun içində verilib, nizamlanmış deyil. Ona görə 3 səhvdir. Dördüncüyə baxırıq. Verilən fraqmentə əsasən ümumi 6 element nizamlanmamış formada, yəni Oltegində verilib. 3 dənə Oltegi buradadır, 2 dənəsi də buradadır. Bir yerdə 5 dənə yer, 6 dənə yox. Ona görə bunu da çıxırıq. Aylin və Tahir adlı elementlər nizamlanmamış formada eyni siyahıdadırlar. Aylin ilə Tahir eyni siyahının içində deyirlər. Baxırıq, özdə Aylin nizamlanıb, Tahir isə nizamlamayıb, amma eyni siyahının içində də deyirlər. 5 də səhvdir. Doğru fikirlərimiz olacaq 1, 2. Bu isə verilib bizə D variantında. Düzgün variantımız olacaq D. Tam dolu diskdən 8 ədəd 3 MB-lıq səs faylı, 5 ədəd 4 MB-lıq şəkil faylı, 12 ədəd 2048 baytlıq mətn faylı silinib. Sonda isə bu diskə 2 ədəd 3 MB-lıq səs faylı və 2 eyni ölçülü video faylı əlavə edilib. Diskdə 16 MB, 24 KB boş yer qalıb. Bir video faylın həcmini megabaytdan hesablayaq. Bu sualda bir video faylın həcmini megabaytla hesablayaq. Bu sualda konkret olaraq deyəcəyik ki, silinənlər bərabərdir boş yer üstünə gəlinsin əlavə olunanlar. Burada baxırıq, silinənlərimiz 8 ədəd 3 MB-lıq səs faylı, yəni 24 MB-lıq səs faylımız. 5 ədəd 4 MB-lıq şəkil, yəni 20 MB-lıq şəkil faylımız və 12 ədəd 2048 baytlıq mətn. 2048-ə bizə daha yaxın ola biləcək, yəni kilobayta çevirsək 2 kilobayt alınacaq. 12-ni isə 2-yə vurandır, 24 kilobayt edir. Üstə gəlirsin 24 kilobayt. Bərabərdir. Daha sonra deyir ki, 2 ədəd 3 MB-lıq səs faylı və 2 eyni ölçülü video faylı. Bizdən video faylının birini soruşur ki, həcmi neçədir və bilmirik. Ona görə video faylını X yazacağıq. 2 ədəd 3 MB-lıq dediyimiz üçün 6 MB. Üstə gəlinsin 2x, üstə gəlinsin boş yerimizi, yəni 16 MB, üstə gəlinsin 24 KB. Baxırıq ki, bərabərliyin hər iki tərəfində 24 KB var. Deməli, biz bunları ixtisar apara bilərik. Yerdə qalır bu hissədə hesablayanda. Qalır 44 MB bərabərdir. Bunları cəmləsə isə olacaq 2x üstə gəlinsin, 16 üstünə 6, 22 MB. Biz buradan 2x hesablamaq istəsək, cavabımız olacaq 22 MB. Çünki bunu digər tərəfə keçirdik, çıxdıq. X də bərabər 22-ni 2-yə böldüyümüz zaman alınır 11 MB. Variantlar içərisində olacaq bizim cavabımız Y variantı. Bu ifadədə verilmiş intervaldan 3 dənə cüt ədəd yerləşir. Biz bunu tapmağımız üçün ilk öncə bunların hər birini 8 hissə sistemində olduğu üçün 10-luq hissə sistemində çevirəcəyik. Baxırıq. 12, 8-lik sayı sistemindən 10-luğa keçmək üçün bilirik ki, bütün sayı sistemlərin 10-luğa qüvvət üstüdür. Üzərinə yazdıq. 1 vurulsun 8 üstü 1 üstə gəl, 2 vurulsun 8 üstü 0. Biz buradan aldıq 10. 10-luq sayı sistemindən. Digərinə baxdığımız zaman 47, 8-lik sayı sistemində verilib. 4 vurulsun 8 üstü 1, 7 vurulsun 8 üstü 0. Buradan alırıq 32 üstünə gəlirik. 7 edir 39, 10-luq sayı sistemində. Bu intervalda baxırıq ki, bu birinci hissədə bərabər işarəsi yoxdur. Yəni 10-dan 39 qiymətində alana qədər götürə bilərik. Amma x-in üzərinə hər dəfə burada 5 gələcək. Hər dəfə 5. Və fikir versək biz, cüt ədədin üzərinə 5 gəldiyimiz zaman tək rəqəm alınır. Tək ədədin üzərinə 5 gəldiyimiz zaman cüt rəqəm alınır. Ona görə bu intervalın içərisində biz tək rəqəmləri götürsək, bizə kifayət eləyər. Ümumən bu intervalın içərisində neçə element yerləşir bilməyimiz üçün 39-dan 10 çıxarıq, eləyər 29. Və bu 29 dənə ədədin tən yarısına bölsək, normalda elə bir tək rəqəm olduğu üçün biz bunu tən yarıya bölə bilmirik də, düzdürmü? Yəni normalda biz bunu 28-ni tən yarıya bölsək eləyəcək 14.
Yəni 14 dənəsi cütdür, amma bizdə 29-da axı bir dənəsi də əlavədən tək gəlir. Yəni 15 dənəsi də təkdir. Bu cütdür, bu da təkdir. Bizə də bu intervalda tək ədədlər lazımdır ki, üstünə 5 gələndə cüt eləsin. Ona görə bizdə lazım olacaq ədəd sayısı 15 olacaq. Deməli, bu intervalın içərisində 15 dənə tək ədəd yerləşir və onların üzərinə 5 gəlsək, bu intervalı ödəyəcək, həmçinin cüt ədədlərimizin sayını tapmış olacağıq. Olacaq variantımız B variantı. Yarış iştirakçıları Arzu, Bahar, Cəmilə, Davud və Esmira haqqında aşağıdakılar məlumdur. Cəmilə Arzudan dərhal sonraki yeri tutub, Bahardan sonraki yeri bir qadın tutub, Esmira Davuddan dərhal sonraki yeri tutub, yarış iştirakçılarından hansılar 4-cü yeri tuta bilər? Verilənlərə əsasən gəlin bir nəticə çıxaraq. Bizə burada birinci deyilir ki, Cəmilə Arzudan dərhal sonraki yeri tutub. Yəni birinci Arzu gəlib, daha sonra Cəmilə gəlib. Bahardan sonra isə hər hansısa bir qadın var, bilmirik kim olduğunu. Esmira Davuddan dərhal sonra gəlib. Yəni birinci Davuddur, sonra Esmiradır. Biz bunu bu qaydada düzə bilərik ki, birinci Davud gəlib, sonra Esmira gəlib, daha sonra Bahar gəlib. Niyə Bahar sonraya saxladıq? Çünki Bahardan sonra mütləq qadın olmalıdır. Yəni Baharı əvvəl ata bilmirik artıq. Bahar, Arzu, daha sonra Cəmilə. 4-cü yerimizdə kim tuta bildi? Arzu. Deməli, 4-cü yer tutanlardan biri Arzudur. Daha sonra başqa bir şəkildə dəyişdirsək bunu, daha sonra Baharı biz ön hissəyə qoya bilirik, amma ondan sonra mütləq qadın gələ biləcəyi üçün Arzunu bura qoyarıq, sonra Cəmilə gəlirdi. Ondan sonra isə Davudla Esmiranı qoyarıq. Bir 4-cü yerimizə bizim kim düşdü? Davud. Deməli, bizdə 4-cü yerdə ola biləcək şəxslər Arzu, bir də Davud ola bilər. Bu da bizdə verilib Y variantında. Computer Science fragmentində kursorun dayandığı mövqedən aşağıdakı əmrlər icra olunur. Backspace düyməsi 4 dəfə sıxılmışdır. Backspace soldan silir. Delete isə sağda olan elementləri silir. Backspace düyməsini 4 dəfə sıxsaq, Y hərfimiz, T hərfimiz, U və P hərfimiz gedəcək. Daha sonra bu ox düyməsi 3 dəfə sıxılır. Bizim yerdə qalan sözümüz Science formasındadır. Biz əgər bu düyməni 3 dəfə sıxsaq, bu heç bir silmə prosesini yerinə yetirmir. Sadəcə sağ tərəfə oxun göstərildiyi istiqamətə 3 dənə simvol keçəcək. Yəni burada, burada və burada. Gələcək bizim kursorumuz burada dayanacaq. Delete düyməsi 5 dəfə sıxılacaq. Delete düyməsi sağdan silir. Bu I, E, N və C getdi. Yəni bizdə yerdə qaldı artıq boşluq S və E hərfi. Daha sonra backspace düyməsi və bizim kursorumuz da buradadır. Backspace düyməsi 3 dəfə sıxılacaq. Yəni bu gedəcək, soldan sildiyi üçün bu gedəcək və bu gedəcək. Boşluğumuz aradan gedir. Nəticədə bizdə qalır sözü. Bu isə harda verilib? A variantında düzgün verilib. IP ünvan fraqmentlərinin düzgün ardıcıllığını müəyyən edin. Biz bilirik ki, IP ünvanda hər biri 4 hissədən ibarət olmaqla və hər bir hissədə 0255-i aşmamaq şərti ilə qura bilərik bunları. Biz baxaq görək, hansıları yanaşı qoysaq, bu verdiyimiz qaydanı aşmaz. Yəni 4 hissədən ibarət olsun, nöqtələrə fikir verməliyik və hər nöqtədən əvvəlki hissə 0255-i aşmamalıdır. Yəni 255-i aşmamalıdır. İlk olaraq biz birinci C-ni gətirsək, yəni C-nin içərisində nə verilib? 46.1. Daha sonra B-ni gətirsək, 88 nöqtə. A-nı gətirsək, 66.2. Daha sonra D-ni gətirsək, bizim IP ünvanımız doğru alınır. Baxırıq ki, 46 aşmamışıq, 255-i, 188 aşmamışıq, 66 aşmamışıq, 211 aşmamışıq. Deməli, bizim düzgün variantımız olacaq C, B, A, D. Yəni, Y variantı. Tək ədədlərin hasilinin bu formada hesablanması üçün
Blok sxemdə sual işarəsinin yerinə, yəni bu şərt blokunun yerinə hansı şərt verilməlidir? Və fikir veririk ki, bizdə burada 49'u da hasil edib. Burada verib bizim qiymətimizi P-ni 1, çünki hasil hər dəfə 1'ə vuranda, daha doğrusu birinci qiymətini 1 götürsək, 0 götürməsək, hasilimiz 0'a bərabər olmaz. Ona görə 1 dəyişəni verib. N-i -1 götürüb. Şərtdə nə versək, normal qaydada bunu hesablayacaq. Tək ədəd olması üçün burada artıq biz N-i 2 artırırıq. -1 vermişiksə artıq burada N'imiz 1 olacaq. 1'dən başlayacaq. Hər dəfə üstünə 2 gəldikcə 1, 3, 5 formasında 49'a qədər getməlidir. Biz burada elə bir şərt verməliyik ki, misal üçün n kiçikdir 49 şərtini versək. Bizim sonuncu qiymətimizi götürsək 47. 47 məsəl üçün burada aldıq axırıncı qiymət 47. 47'nin üzərinə 2 gəldik 49 və hasilini burada hesabladıq. Qayıdıb təzədən yuxarıda soruşsaq artıq 49 qiyməti ödənirmi? Baxırıq axı kiçikdir qoymuşuq. Əgər burada kiçik bərabər də olsaydı 49'un üzərinə təzədən 2 gəlib 51 yazıb 51'i də burada hasil şəklini tapardıq. Deməli kiçik bərabər də olmamalıdır. Böyük olmamalıdır. Yəni konkret olaraq biz şərt verməliyik ki, n kiçikdir 49'dan. 49'un özünü də götürə bilsin deyə, hasildə verə bilsin deyə. Ona görə cavabımız olacaq bizim burada B variantı. ADSL bağlantı vasitəsilə verilənlərin ötürülmə sürəti 128 megabit böl saniyədir. Bu bağlantıda 1 GB həcmli fayl neçə saniyə ötürüləcək? Bizim düsturumuzda Q bərabərdir V vurulsun T formasındadır. V'miz verilib burada bizim 128 megabit böl saniyə. Q'miz verilib bizim 1 GB. Bizdən T soruşulur. İlk olaraq biz bunu megabayta çevirsək, hər iki tərəfi bizim üçün daha yaxşı olacaq. Gigabaytdan megabayta keçmək üçün 1024'ə vururuq. Buradan alınacaq bizdə 1024 megabayt. Megabitdən megabayta keçmək üçün isə sadəcə 8'ə bölməyimiz kifayət edir. 2 üstü 7 bölünsün 2 üstü 3. Buradan alır 2 üstü 4. Yəni 16 megabayt bölünsün saniyə. Burada T'mizi tapmaq üçün düstura əsasən Q bölünsün V şəklində yaza bilirik. Bizim Q'müz 1024, yəni 2 üstü 10 megabayta bərabərdir. V'miz isə 16, yəni 2 üstü 4'ə bərabərdir. Biz bunları bölsək qüvvətlər çıxılır. 2 üstü 6 qalır. Bu isə bizə verir 64 saniyə. Bu isə bizdə verilib Y variantında. Doğru cavabımız olacaq Y variantı. 8'də 1 GB baytlı ifadədir. İlk öncə gözümüzün qabağına gətiririk ki, bayt, kilobayt, megabayt, daha sonra gigabayt. Bu hamısının arasında 2 üstü 10 olduğunu əlbəttə ki bilirik. Və gigabaytdan bayta gəldiyimiz zaman böyükdən kiçik olduğu üçün vurmalıyıq bunları. 8'də 1'i biz 2 üstü 3'də 1 formasında yazsaq, arasındakı məsafələr biri buradadır, biri burada, biri burada. Yəni 3 dənə olduğu üçün 2 üstü 30 şəklində yazacağıq bunları. Vuracaq 2 üstü 30'a. Daha sonra bunu normal kəsir forması halına gətirək. Üstə çıxılsın, qalsın 2 üstü 27 bayt. Variantda da verilib bizdə A variantı. Şəkildə A, B, C, D, E, F, C, H, I, J, K şəhərlərini birləşdirən yolların sxemi verilmişdir. Hər yolla yalnız oxla göstərilmiş istiqamətdə hərəkət etmək olar. A şəhərindən K şəhərinə, H şəhərindən keçməklə getmək üçün neçə müxtəlif yol lazımdır bizə. A şəhərindən K şəhərinə mütləq H şəhərindən keçməliyiksə, H-dan keçməyən, H-dan çıxmayan, daxil olmayan bütün oxları ilk öncə silməliyik ki, biz daha rahat gedib çata bilək. Çünki mütləq H-dan keçilməlidir. H-dan keçməyən qolları müəyyənləşdirək. İlk öncə baxırıq ki, A-dan C-yə, C-dən də H-a yolumuz var. Amma C-dən çıxan digər qol H-dan keçmir. Yəni C-dən D-yə olan hissəmizdə bizim H-dan keçən bir yolumuz yoxdur. Yəni burada D qolu, artıq D təpəsi, heç bir qolu gedib H-a çatmır. Ona görə D-dən daxil olanlarda, D-dən çıxanlarında hamısını silirik ki, artıq bu hissələr bizə lazım olmayacaq. Həmçinin Y-də bizə artıq lazım deyil. Baxırıq digər tərəfdən F təpəsinə. F təpəsinin 2 dənə qolu var. Bir qolu H-dan keçir, digəri isə H-dan keçmir. Baxırıq bu hissəni, deməli F-dən G-yə gedən hissəni siləcəyik. Amma G-yə gələn
digər qol H-dan çıxdığı üçün G-nin digər qollarını silməyə ehtiyac qalmır. Artıq baxırıq ki, biz normal qaydayla misalımızı həll edə bilərik. A-dan çıxan təpələrə, bu hamısı diqraf olduğu üçün bu formada hesablamaq mümkündür. A-dan çıxan təpələrin hər birinin üzərinə 1 qeyd edirik. Daha sonra baxırıq ki, B sıra ilə gedəcəyik. B-yə baxırıq. B-yə daxil olan oxun üzərində 1 yazıldığı üçün B-dən çıxanlara da 1 daxil edəcəyik. Daha sonra baxırıq ki, F-ə 2 dənə ox daxil olub və hər birinin üzərində 1 olduğu üçün deməli F-in qiyməti oldu 2. F-dən çıxanlara daxil edirik 2 qiymətini. C-yə baxırıq. C-yə bir dənə qol daxil olur, onun da üzərində 1 yazılıb. Deməli C-dən çıxanların da qiyməti olacaq 1. Artıq H-ın qiyməti müəyyənləşdi. H-a daxil olanlar 3 dənə qoldur və hər birinin üzərində qiymətlər müxtəlifdir. 1, 1, 2, yəni 4 aldıq. Buradan deməli H-dan çıxan qolların üzərinə biz qazacağıq 4. G-ni avtomatik olaraq biz buradan tapdıq ki, G-miz də 4-dür. Çünki G-yə bir dənə ox daxil olur. Odun üzərində 4 yazılıb. Deməli G-dən çıxanlar da olacaq 4. Baxırıq I-yə. I-yə daxil olan 2 dənə ox var və hər birinin üzərində 4 yazıldığı üçün I-yə qiyməti olur 8. J-də daxil olan bir dənə ox var, üstündə 4 yazılıb. J-dən çıxanlar da olacaq 4. K-yə avtomatik olaraq 2 dənə ox daxil olur və onların üzərində yazılıb 4 və 8. Cəmləsək bunları alacağıq 12. Deməli A-dan K-yə H şəhərindən mütləq keçməklə bizim 12 dənə müxtəlif yolumuz var. Variant olacaq. Cavabımız da C. Web səhifəyə qrafik fayl yerləşdirmək üçün düzgün HTML kodunu müəyyənləşdirək. Web səhifəyə qrafik fayl yerləşdirmək istəyiriksə, biz ilk olaraq img tagindən istifadə edəcəyik. IMG taginin içərisində mütləq biz SRC atributunu verməliyik. Baxaraq ki, IMG taginin SRC atributu olmayanlar hansılardır? A variantında baxın search yazılıb, bu bizim variantımız deyil. Href yazılıb, bu bizə aid deyil. Y variantında da yenə href yazıldığı üçün bunlara çıxdıq qalır. C və D variantı arasında. C variantına baxırıq ki, IMG tagini bağlayıblar. IMG tagi HTML-də bağlanmayan bir tagdir. Ona görə C variantında çıxırıq. Yeganə qalır bizdə D variantı. IMG, SRC və atributdan sonra mütləq qiymətlər naxla yazılmalı, düzgün verilib və şəkil formatındadır. Alt Apple, alt atributu isə bizdə burada. Əgər şəklin görünməsində bir problem olarsa, bu yazı ekrana çıxsın. Bunu göstərmək üçündür. Doğru variantımız olacaq bizim burada D variantı. Verilmiş proqram icra edilərsə, ekrana hansı qiymətlər çap olunacaq? Baxırıq, N-in birinci qiyməti 0 verilib, daha sonra N-i N-ə vurduğumuz zaman, yəni N-in kvadratı 100-dən kiçik olana qədər N-in üzərində 1 gələrək N-in ən sonuncu qiymətini çap edəcəyik. Fikir veririk ki, variantlar içərisində bir N-in hər qiymətini çap edən variantlarımız var. Bir də ən sonuncu qiymətini çap edən. Amma bizə burada kömək olacaq hissə printin yerləşdiyi yerdə. Əgər print while operatorunun içərisində, dövrün içərisində olsaydı, N-in hər bir qiymətini biz çap edə bilərdik. Amma baxırıq ki, print dövrdən çıxdıqdan sonradır. Yəni bizim qiymətimiz də bir dənə qiymət olacaq. Yəni bu formada uzun-uzadı N-in qiymətlərini çap eləməyə ehtiyac qalmayacaq. Çünki dövrdən çıxandan sonra N-in ən sonuncu qiymətini götürəcəyik biz. Ona görə A variantı çıxır, B variantı çıxır, Y variantı çıxır. Cavabımız C və D variantı arasında gedəcək. Və burada baxırıq ki, kiçikdir 100 qeyd edilib. Amma burada birinci üzərinə 1 gəlir, daha sonra çap edir. Yəni biz burada sonuncu N-in qiyməti olaraq 9 götürsək, 9 vurulsun 9, 81 kiçik şərt ödənir. N-in üzərinə daha sonra 1 gəlirik. Yəni N-imiz artıq burada bizim olur 10, daha sonra çap edirik artıq biz 10 qiymətini. Amma çap eləməmişdən qabaq gəlin bir dəfə də yoxlayaq görək. N-in yerinə 10 qoysaq, yəni 10 vurulsun 10. Kiçikdirmi 100-dən? Götürə bilərikmi elə? Xeyr, şərt ödənməz artıq dövrdən çıxar. Yəni ən sonuncu biz N-in 10 qiymətini götürürük, 9 qiymətini yox. Çünki birinci soruşur, daha sonra üzərinə 1 gəlir. Ona görə bizim variantımız olacaq D variantı. İşıq tablosu iki vəziyyətdə ya yanır, ya da yanmır. Olan 8 diod lampadan ibarətdir. Bu tablo vasitəsilə maksimum neçə müxtəlif siqnal ötürmək olar. Bizim düşünək ki, 8 dənə formada qutucuqlarımız var. Və hər birində də 2 dənə hal mövcuddur. Ya yanacaq, ya da yanmayacaq.
Biz bunların hamısını bir-birinə vursaq, bütün halları tapmağımız üçün biz buradan alacağıq ki, 2 üstündə 8. Bu da eləyəcək 256 dənə hal. Cavabımız olur B variantı. Giriş qurğularına aid deyil. Biz bilirik ki, web kamera giriş qurğusudur. Ana lövhə ümumiyyətcə giriş-çıxış qurğularına aid bir məfhum deyil. İkini götürə bilərik. Optik disk. Optik disk yaddaş qurğusudur. Giriş və ya çıxışa aid deyil. Götürə bilərik. 3-ü. Qrafiki planşet giriş qurğusudur. Operativ yaddaş isə yenə yaddaşdır. Yəni nə girişdir, nə də çıxış. Ona görə 5 ilə götürə bilərik. Cavabımız olacaq 2, 3, 5. Yəni D variantı. Giriş qurğularına aid deyil. Biz bilirik ki, web kamera giriş qurğusudur. Ana lövhə ümumiyyətcə giriş-çıxış qurğularına aid bir məfhum deyil. İkini götürə bilərik. Optik disk. Optik disk yaddaş qurğusudur. Giriş və ya çıxışa aid deyil. Götürə bilərik. 3-ü. Qrafiki planşet giriş qurğusudur. Operativ yaddaş isə yenə yaddaşdır. Yəni nə girişdir, nə də çıxış. Ona görə 5 ilə götürə bilərik. Cavabımız olacaq 2, 3, 5. Yəni D variantı. A bərabərdir 17 qiyməti üçün proqram icra olunarsa nəticəmiz nə olacaq? A-nın yerinə bu hissəyə 17 daxil etsək, təzədən baxıb bu şərtləri yoxlasaq. Biz bilirik ki, birinci if gəlir. Bu if əgər ödənirsə, artıq elifə baxmağımıza ehtiyac yoxdur. Ödənməsə elifi yoxlayarıq. Yoxlayaq. 17-dən 1 çıxır 16. Deyir, böyükdürmü? A-nı 10-a böləndə, yəni qalıq hissəsi 7 hissəsindən böyükdürmü deyirik, hə. Bu zaman A-nı vur 5-ə. Yəni götür 17-ni vur 5-ə. Buradan da biz cavabı alarıq 85. Yəni artıq elifi işləməyimizə ehtiyac qalmır. Çünki yuxarıdakı if ödəndi. Cavabımız olacaq bizdə 85. Mətn faylının informasiya həcmi 640 kilobaytdır. Mətnin hər səhifəsində orta hesabı 32 sətr, hər sətrində isə 64 simvol var. ASCII kodlaşdırılmasında bu mətn 2 səhifədən ibarətdir. Bizim V həcm düsturumuzda bilirik ki, gördüyümüz hər şey, yəni sətr görmüşüksə sətri, simvol görmüşüksə simvolu, səhifə görmüşüksə səhifəni, ən sonunda isə bir simvolun həcminə vuracağıq. Bir simvolumuzun həcmi ASCII ilə verilibsə, biz bunu avtomatik olaraq 1 bayt şəklində götürürük. Və burada bizə həcmimizi artıq əvvəldən verib. Yəni 640 kilobayt bərabərdir 32 sətr vurulsun 64 simvol vurulsun 1 bayt, o da vurulsun səhifə sayı. Yəni mən bunu bilmirəm artıq. Bunu tapacağam. Bunu da ifadə edək biz x-ni. Biz hər tərəfi, yəni hər tərəfdə olanlar həm həcmini kilobayta gətirməliyik. Yəni hər ikisi eyni ölçü vahidinə malik olsun. Həmçinin hər birini biz 2-nin qüvvətinə gətirsək, bizim üçün daha rahat olacaq. 640-ı biz 2 üstü 7 vurulsun 5 kilobayt kimi yazsaq. Həmçinin bu kilobayt ya bayt, ya da ki bayt kilobayt, onsuz da eyni şey olacaq. Ona görə elə kilobayt götürüb bayta çevirək. Vuraq 2 üstü 10-a, bərabər eləyək 2 üstü 5 vurulsun 2 üstü 6 vurulsun x-ə. X-i biz əgər buradan tapsaq, artıq bu kilobayt olmaqdan çıxır. Bunu biz 2 üstü 10-a vurduğumuz üçün artıq bayta çevrilir. Yazacağıq ki 2 üstü 7 vurulsun 2 üstü 10, yəni 2 üstü 17 vuraq 5. Bölünsün bura, yəni 2 üstü 11. Buradan da biz alaraq üstlər çıxıldığı üçün 2 üstü 6 vurulsun 5, yəni 64 vuraq 5. Buradan da avtomatik olaraq biz cavabımızı alarıq 320. Cavabımız olacaq 320. Cədvəldə sorğular və axtarış nəticəsində tapılmış səhifələr var. Cədvəldəki verilənlər əsasən Vaqif sorğusu nəticəsində tapılan səhifələrin sayını müəyyənləşdirək. Baxırıq, Aslan 370, Cəmil 275, Aslan and Cəmil, yəni onların kəsişməsi 100, Aslanla Vaqifin kəsişməsi 30, Vaqiflə Cəmilin kəsişməsi 0 və bunların hamısının birləşməsi 685 verir. Gəlin bu sualı Euler-Venn diaqramı vasitəsilə işləyək. Baxırıq, bizdə verilib Aslan, Cəmil, Vaqif və bunların baş hərflərindən istifadə edə bilərik. Baxırıq ki, Vaqiflə Cəmil kəsişmir, amma hər ikisi Aslanla kəsişə bilir. Ortada biz bir dairəni Aslana ayırsaq, Aslan ortada olmalıdır ki, hər ikisindən kəsişə bilsin. Bu hissəyə Vaqif əlavə eləsək, digər hissəyə Cəmil əlavə eləsək, Cəmillə
Baxırıq ki, Aslanın kəsişməsində 100 alınıb. Vaqiflə Aslanın kəsişməsində 30 alınıb. Amma baxırıq ki, Aslanın ümumən qiyməti 370-dir. Yəni, bu ortadakı hissəni tapmaq üçün biz 370-dən 130 çıxmalıyıq. Burada da bizdə qiymət verəcək 240. Deməli, baxın, bu ortadakı hissə olacaq 240. Cəmildə isə bizdə 275-dir. Bu hissəni tapmağımız üçün 275-dən 100 çıxmalıyıq. Eləyəcək 175. Bu hissə nə oldu? 175. Biz bu hissəni bilmirik. Ümumən vaqif bilmədiyimiz üçün bunu x yazmalıyıq. Və bunların hamısının cəmi bizə verir 685. Yazırıq ki, x üstə gəlinsin 30, üstə gəlinsin 240, üstə gəl 100, üstünə gəlinsin 175 bərabərdir 685. X bərabərdir. Avtomatik bunları cəmləyib 685-dən çıxsaq, alacağıq 140. Buradan aldıq 140. Vaqifin ümumi qiymətini tapmaq üçün burada kəsişən hissədə də 30 var idi axı. 140-ın üzərinə 30 gələrik. Cavabımız eləyər 170. Deməli, Vaqifin sorğusuna əsasən tapılan səhifələrin sayı 170-ə bərabərdir. Aşağıdakı şərti cədvəl fraqmentində verilmiş tələbələrdən neçəsi ödəyəcək? Baxırıq. İlk olaraq biz verilmiş birinci mötərizəni həll edək. Magistr təhsili var. Ən tarix böyük bərabərdir 20 olmalıdır. Magistr təhsili var olanlar hansılardır? 1, 3, 4, 6. Deyəcək ki, 1, 3, 4, 6 and tarix 20-dən böyük bərabər olanlar hansılardır? 1, 3, 4, 6, 7 və 9. 1, 3, 4, 6, 7 və 9. Ənd etdiyimiz zaman bizdə nəticə alınır. 1, 3, 4, 6. Yəni, hər ikisində olanlar. Amma qabağında not olduğu üçün biz bunları götürmürük. Yerdə qalanları götürürük. Yerdə qalanlar hansılardır? 2, 5, 7, 8 və 9. Buradan aldığımız qiymət budur. Daha sonra or xarici deyil. 15-dən böyük bərabər olsun, amma bunların hamısını yenə bir mötərizədə eləyəcək. Ən axırda or eləyəcək bu qiymətlə. Xarici dilimiz 15-dən böyük bərabər olanlar. 1, 2, 3, 4, 5, 6, 7, 9. Yəni elə birbaşa 8-dən başqa hamısı götürülür. Yazırıq 1, 2, 3, 4, 5, 6, 7, 9 and not universitet balı kiçik bərabərdir 500. Yəni, not onu bildirir ki, universitet balı 500-dən böyük olanları götürür. Avtomatik olaraq biz universitet balı 500-dən yuxarı olanlara baxaq. Olacaq burada 1, 500-dən yuxarı olanlar 3, 5, elə bunlar. Ənd eləyəcəyik 1, 3, 5-lə. Avtomatik cavabımız çıxır bizim burada. 1, 3, 5. Aldığımız bu qiyməti buradakılarla götürürük. Or eləyirik. Baxırıq ki, or elədiyimiz zaman bunları artıq birləşdirəcəyik. 1, 3, 5, 7, 8, 9. Qiymət olaraq da biz buradan alacağıq. 1, 3, 5. Burada ikimiz də var idi. 2, 3, 5, 7, 8, 9. Hamısı bir yerdə eləyəcək 7 dənə yazı. Yəni 7 dənə tələbənin nəticəsi artıq burada ödənəcək. Uyğunluğu müəyyən edək. Buradakı verilən diapazonlarda sütun, sətir və xanaların sayını hesablayacaq. Birincini baxaq. B2 ilə B4 arasında bir dənə sütunumuz var. Sətir sayını böyükdən kiçiyə çıxıb üstünə 1 gəlməyi, çünki hər ikisi iştirak edir. 4-dən 2 çıxırıq, 2 üstünə 1 gəlirik, 3 sətrimiz var. Və xana sayını tapanda isə bunları bir-birinə vururuq, eləyir 3. Baxırıq, buna uyğun gələn varmı? 3 sətirlik olan hissə var. Yəni 1-ə uyacaq Y. Baxırıq ki, başqa bunlara uyan varmı? Yox. 2-yə keçirik. D3-dən Y6-ya. Baxıram D, Y. 2 dənə sütunum var. Sətirlərə baxıram. 6-dan 3 çıxıram. 3 üstünə 1 gəlirəm. Eləyir 4 sətir. Və bunları bir-birinə vuranda xana qiymətini almış oluram. Xanada olur 8 dənə xanamız. Baxıram, 8 xanalıq bir variant varmı? Var. A uyur deməli bura. 4 sətir və ya 2 sütun varmı? Yoxdur. Keçirəm digərinə. C3-dən F7-yə qədər. Baxıram ki, C, D, Y, F.
4 dənə mənim sütunum var. Sətir sayı 7-dən 3 çıxıram, 4 üstündə 1 gəlirəm, 5 sətir sayım var. Bunları da bir-birinə vursam 20 dənə xana eləyir. 4 sütun harda verilib baxıram D-də. 5 sətir harda verilib baxıram B-də. Yəni bizdə artıq olacaq 1-ə Y, 2-yə A, 3-ə isə D və B. Düzgün variantımız bunlardır. S bərabərdir 5, 7, 9, n-ə qədər ədədlərin cəmini hesablayan alqoritm blok sxemini bilirik. İ'mizin 5 qiymətindən başladığını nəzərə almalıyıq blok sxemini qurduğumuz zaman. İlk olaraq n qiymətimizi daxil edirik. Yazırıq burada n. Daha sonra cəmləməsi üçün s-imizə 0 veririk. İ'mizi isə bayaq qeyd elədiyimiz kimi 5-dən başladığı üçün i'mizə 5 qiymətini daxil etdik. Daha sonra şərt veririk ki, həmin bu i'miz n-lə kiçik bərabər olana qədər, əgər kiçik bərabərdirsə, götürsün, cəmləsin n-in qiymətlərini. Hər dəfə baxaraq ki, 5, 7, 9, yəni bu 2-2 artaraq gedir. Deməli, biz də i'mizi 2-2 artırmalıyıq. Və bu nə edir? Həmişə davam edir. Bu şərt ödənənə qədər. Yəni bu isə bəs yox qolu olsa neyniyək? Yox qolunda isə avtomatik olaraq artıq cavabımızı almış olacağımız üçün S-ə çap edib çıxarıq. Bir də üstündən keçirik. S-imizə baxırıq ki, tək rəqəmlər 5-dən başlamaqla cəmləyir n-ə qədər. Ona görə cəmi ifadə eləməsi üçün S-ə 0 qiymətini verdik. I isə 5-dən başladığı üçün və n-i də aşmaması üçün bu formada yazdıq. Hər qolundadırsa cəmləyir. Daha sonra üstünə 2 gələrək, yəni i-nin qiymətini 2-2 artıraraq hamısını cəmləyəcək ta ki, bu şərtimiz aşana qədər. Python'da klaviaturadan daxil edilən tam ədəddə olan sıfırların sayını tapan bir proqram təyin etməliyik. İlk olaraq yazmalıyıq. Inputla əlbəttə ki, özümüz klaviaturadan daxil etdiyimiz üçün n abs modulda verilsin deyə int input. Daha sonra m bərabərdir 0, hər hansı bir dəyişəndir. While dövr operatorundan istifadə edə bilərik. N böyükdürsə 0-dan. Bu zaman gəlim həmin o elementləri qiymətlərini ayıraraq hesablayayım, tapım. Daha sonra həmin o tapdığım k, yəni həmin o ədədin içində yerləşən qiymətlər, dəyişənlər. Burada əgər 0-a bərabərdirsə, m-i artırım. Yəni bunların sayını tapım. Dövrdən çıxdıqdan sonra isə ən sonda mənə lazımdır m-i çap etmək. Proqramımız hazırdır. Mürəkkəb parol qoymaq üçün hər bir insan ən az 10 simvolla və 4 müxtəlif simvolla parol qoymalıdır. Əgər bu deyilənlərə əməl etsək, təhlükəsiz parol, əks halda isə təhlükəli parol sözü ekrana çıxsın. Bunun üçün kod yazmalıyıq. İlk öncə mürəkkəb bir parol daxil etməyimiz üçün inputdan istifadə edirik. Özümüz daxil etdiyimiz üçün. Sonra B boş siyahısı əlavə edəcəyik. Daha sonra for dövründən elementləri bir-bir götürsün deyə istifadə edirik. Deyirik ki, if not i in b, əgər i b-nin içərisində yoxdursa, bu zaman b-nin içərisinə append et, yəni əlavə et. Daha sonra dövrdən çıxdıqdan sonra yenə şərt verirəm. If len b böyük bərabərdirmi 4-dən? 4 müxtəlif simvol olmalı çünki and len n böyük bərabərdirmi 10-dan? Ən azda 10 simvol olmalıdır. Bu zaman deyəcəyik ki, print çap etsin. Qeyd elədiyimiz kimi təhlükəsiz parol. Əks halda, yəni else olarsa isə çap etsin ekranda təhlükəli parol.
proqramımız hazırdır.